ki, mənim sənə günah eləməyim səni saymamazlıqdan deyil, sən məni pis öyrəşdirmisən. Pis deyəndə yaxşı öyrəşdirmisən. Sən görürəm ki, nə qədər günah eləyirəm, sən böyüklük göstərsən, odur ki, arxayın oluram, sən məni belə bəsləmisən. Rəhmətüvə sığınmışam, günah eləmişəm. Və layiqəm əzaba. Bilirəm ki, layiqəm. Amma bir dənə problem var ki, əzabıva dözə bilmərəm. Məliki Təbrizi, Rizvanullah əleyh, mən bunu keçən illərdə də demişəm. Mən onu ilk dəfə oxuyanda elə bildim ki, nə bilim, nə baş verdi mənim daxilimdə. Münacat eləyir Allahla, deyir, o qədər nəfsimin əlindən qəzəbliyəm. O qədər öz əlimdən hirsliyəm. O qədər günah eləmişəm, qəzəbliyəm ki, arzulayardım ki, Allah at məni cəhənnəmə, yandır, özüm baxım ləzzət alım. Öz nəfsimin əzab çəkməsindən. Amma dalıca deyir ki, bir dənə dərd budur ki, dözə bilmirəm axı. Dözüləsi bir əzab deyil, yoxsa arzulayardım onu özüm üçün. Dözüləsi bir əzab deyil. Bir halda ki, Əli əleyhissalam deyir ki, İrham zəafə bədəni, ilahi bədənimin zəifliyinə rəhm elə. Mənim bu zəif bədənimin sənin əzabıva dözməyə taqəti yoxdur. Deyir, məni cəhənnəmə də atson və la unadiyənnəkə eynə kuntə ya vəliyyəl müminin. Deyir, məni odun içinə atson, Əli əleyhissalam deyir. Od şölələri arasından fəryad eləyərəm, qışqıraram ki, hardasan ay möminlərin vəlisi, hardasan ay bağışlayan. Odun içinə də atson, ümidimi kəsmərəm. Sən belə bir Allahsan. Bir nəfər ərəb gəldi, çöl ərəbi. Gəldi, dedi, ya Rasulallah, qiyamət günündə əməllərimizi kim hesaba çəkəcək? Peyğəmbər cavab verdi ki, Allah hesaba çəkəcək. Bunu deyəndə deyir, ucadan dedi, nəcəvnə və Rabbil Kəbə. And olsun Kəbənin Rəbbinə nicat tapdıq. Niyə görə? Ay ərəb, niyə belə sevindin? Deyir, çünki kərim şəxs, kəramətli şəxs qüdrətə çatanda intiqam almır. O cılız adamlardır ki, qüdrət əlinə keçəndə intiqam alır. Kərim Allah qüdrət sahibidir və hesaba çəkəcəksə bizdən intiqam almayacaq. Ərəbin, çöl ərəbinin mərifətinə bax, deyir, nəcəvnə və Rabbil Kəbə. And olsun Kəbənin Rəbbinə nicat tapdıq. Doğrudan da elədir. Hədislərdə görmüşəm, xəlvətdə sorğu-sual eləyəcək günahkarlarla, çəkəcək kənara, qiyamət bilmir yaxı necə bir yerdir ki, orada kənara çəkmək necə olur, aşkarda sorğu-sual eləmək necə olur. Amma hədislər bizə deyir, çəkəcək kənara xəlvətdə, deyəcək, bu günah eləmişdin, deyəcək, bəli. Bunu da eləmişdin, bəli. Saydıqca bəndə xəcalətdən başını aşağı salacaq, utanacaq, Allahdan nida gələcək ki, başını qaldır. Dünyada gülə-gülə günah eləyəndə sənə əzab vermədim. İndi utandığından başını aşağı salmısan, hesab edirsən sənə əzab verəcəm, səni cəzalandıracam. Peyğəmbərimiz buyurur ki, sözümü bitirirəm. Peyğəmbərimiz buyurur ki, şeytanı Allah qovur dərgahından. Uxruc fə innəkə rəcim. Çıx ki, sən qovulmuşlardansan. Şeytan deyir ki, and olsun izzətüvə, cəlalıva. And olsun əzəmətüvə ki, mən insanlardan əl çəkməyəcəm. Son nəfəslərinə qədər onları sənin yolundan çıxardacam. Gör, mehriban Allah nə cavab verir. Deyir, get, and olsun izzətimə, cəlalıma, əzəmətimə, mən də son nəfəslərinə qədər tövbə qapısının üzlərinə bağlamayacam. Get, kimi azdıra bilirsənsə azdır. Haçan başa düşdü, gəldisə qəbul eləyəcəm. Haçan gəldi mənə üz tutdusa, bağışlanmaq istədisə mən bağışlayacam. Ged, indi kimi azdıra bilirsənsə azdır. İnsan o zaman ki möhtac olduğunu anlamır, unudur, onda tüğyan eləyir. İnnəl insanə ləyyətğa ənrəahu istəğna. Həqiqətən insan tüğyan edir, həddini aşır. Nə zaman? O zaman ki özünü ehtiyacsız bilmir. Elə ki özünü Allaha ehtiyacsız bilmədi, onda günah dalıcan eləyir, tüğyan eləyir, həddini aşır. Dualarla çox məsələlərimizi həll edə bilərik. Dua fəaliyyətin əvəzini vermir. Yəni, dua fəaliyyətin yerini tutmur. İşləmək, çalışmaq, addım atmaq öz yerində. Amma bunu da bilmək lazımdır ki, mən nə edirəmsə eləyim, iş Allahın əlindədir. Bax, bu sadə həqiqətə biz inana bilmirik. İş Allahın əlindədir. Sənin çalışmağın bəhanədir, sənin getməyin bəhanədir. Onlar hamısı bəhanədir. Elə, çalış, oturma, amma öz çalışmağına yox, Allaha söykən. Ehtiyacı Allaha izhar elə. Allah da hər şeyi həll eləyən.
Allahdır çətinlikləri həll edən. Allah bilirsiniz niyə çox bəlalar verir bəzi adamlara? Allah bəlaları ona görə verir ki, özünü bizə xatırlatsın, yadına salsın bəndəsinin ki, mənə ehtiyaclısan. Allahın nəyinə lazımdır ki, özünü bizim yadımıza salsın və özünə ehtiyaclı olduğumuzu bizim yadımıza salsın. Nə mənası var Allah üçün? O bizə lazımdır. Biz cızığımızı aşırıq, cızığımızı keçirik. Allah ona görə bəzən bəlalar göndərir ki, xatırladaq ki, başımızın üstündə Allah var. Ona ehtiyaclıyıq, ona möhtacıq. Bizi təkəbbürdən azad eləmək üçün bəlalar verir. Amma biz dua ilə onun qapısına yönəlsək, bəlaya ehtiyac qalmaz. Deyər, bəndən başa düşür, da bəla nə üçün? Birinə onda çətinlik də versə, məqam üçün verər. O da hər adama verməz, öz dostlarına verər. Allah bəlanı verir ehtiyaclı olduğumuzu xatırlatmaq üçün. Dua bu bəlanın qarşısını alır. Niyə? Çünki dua ilə bir adam ki, bildi Allaha ehtiyaclıdır, da bəlaya nə ehtiyac? Da bəla, ona görə duada var ki, Lə tuəzzibni bi uqubətik. Bizi tuəddibni bi uqubətik. Bizi bəla ilə ədəbləndirmə. Biz özümüz başa düşmüşük sənə ehtiyaclı olduğumuzu. Elə bilirsiniz, duanı ancaq günahkarlar edir. Allahın ən yaxın bəndəsi kimdir? Onun adı Allahın kitabında bəzən çəkilmir. Deyir, Əbdəhu. Bilinir ki, ondan söhbət gedir, Peyğəmbərimiz. Peyğəmbərimiz o qədər Allaha yaxındır ki, o qədər bəndədir ki, bəndə deyəndə onun adını çəkmir. Bəllidir ki, bəndədirsə söhbət ondan gedir. Ondan üstün yoxdur, o da ehtiyaclı olduğunu Allaha ifadə edir. Deyir, İlahi, la təkilni ilə nəfsi tərfətə aynin əbəda. Xanımlarından biri deyir, elə ağlayırdı gecə. Əlini duaya qaldırıb, üzünü səcdəyə qoyub deyirdi ki, İlahi, məni bir göz qırpımı öz başıma qoyma. Peyğəmbər elə ona görə əzəmətli idi ki, bu ehtiyacı anlamışdı. Peyğəmbərin böyüklüyü bundaydı. İmam Hüseyin əleyhissalam hər şeyini Allah yolunda verir. Gör, heç bir zərrə qədər əməlinə söykənir, ehtiyacını başa düşür. Xanım Zeynəbə deyir döyüşə gedəndə ki, məni dualarında yadından çıxartma. Mənim ehtiyacım var, sənin dualar var ki, Allah məni qəbul eləsin. Böyüdükcə insan daha çox kiçik olduğunu hiss edir Allahın qarşısında. Xanım Zeynəb də gəlir, dayanır onun başının üstündə, cənazəsinin qırağında, deyir ki, İlahi, bu kiçik qurbanı bizdən qəbul elə. Allahın böyüklüyü qarşısında hamı kiçilir, əzəməti qarşısında hamı səcdəyə gedir. Böyüklər üzünü torpağa qoyur, deyir, mən sənə ehtiyaclıyam. Əlinin əzəmətinə bax, necə böyük insandır. Amma bir nəfər deyir, gördüm onu gecə ibadət eləyir. Yaş süzülür, axır üzünə, gözündən yaş axır üzünə. Deyir, ah, min qilləti zad və tulid təriq. Deyir, ah, yol çox uzaqdır, axirət səfəri çox uzaq səfərdir, yol ehtiyatım azdır, əlim boşdur. Bir halda ki, Əli deyir, əlim boşdur. O Həzrət Əli ki, Zərbətu Əliyyin yevməl xəndəq əfzəl min ibadətis səqələyn. Onun bir zərbəsi Xəndək döyüşündə insan və cinlərin ibadətindən üstündür. Həmin Əli ibn Əbi Talib əlini Allahın dərgahına qaldırır. Deyir, yol uzundur, əlim boşdur. Həzrət Əli belə deyirsə, gör biz hansı halda öz ehtiyacımızı Allaha izhar etməliyik. Bu gecə sizdən xahişim var, hamınızdan kiçik qardaşınız kimi arxayın olun ki, Allah sizin dualarınızı qəbul eləyəcək. Buna heç bir şübhəniz olmasın. Arxayın olun ki, Allah sizi bağışlayacaq. Buna şübhəyə zərrə qədər yol verməyin. Bilmirsiniz kimə qonaq gəlmisiniz, kimin qapısına gəlmisiniz. Əmin olun, şeytan nə badə bu gecə sizə desin ki, birdən səni bağışlamadılar. Bu söz qulağınıza gəldisə bilin şeytanın pıçıltısıdır, şeytanın vəsvəsəsidir, nəfsin vəsvəsəsidir. Şeytan insanı məyus eləyir, deyir sən kimsən ki səni eşitsinlər. Amma Allah belə demir. Allah deyir, sən mənim əziz qonağımsan. Necə sən kimsən? Sən mənim sevimli, istəkli qonağımsan. Mənim qapıma gəlmisən, mənim dərgahıma yönəlmisən. Necə mümkündür ki, Allah onun dərgahına yönələni əli boş qaytarsın? Bu gecə bütün dualar qəbuldur, buna şübhəniz olmasın. Bəzən Allah təxirə salır, qəbul eləyir, təxirə salır. Deyir, vaxtı çatanda verin. O təxirə saldığı müddətdə biz üsyan eləyirik. Bax, pozuruq, qaydanı pozuruq. Deyirik, nə oldu bəs? Səbirsizlik eləyirik. Allah deyir, qəbul elədim. Təxirə salın,
Vaxtı çatanda verin. O bilir axı məsləhətimizi. Amma heç bir duanı bu gecə rədd eləmir. Heç bir duanı bu gecə qaytarmır. Buna əmin olun. And olsun bu gecə